Kamran, Bəli abi. mən avtobusdan istifadə eləmirəm. Ən çox metrodan istifadə edirəm də. İndi bilmirəm, Bakıda avtobusların intervalı neçə dəqiqə olur? Abi təxmini belə 10 dəqiqə, 15 dəqiqə. Madriddə bilirsən neçə dəqiqədir? Neçə dəqiqədir? Qulaq as indi bu verilişə, özün biləcəksən, izləyicilərimiz də biləcək. Bəli dostlar, Madriddə interval 25 dəqiqədir. İndi mən sizə hər şeyi başa salacağam. İlk növbədə bütün Kullersləri bu gözəl qələbə münasibəti ilə təbrik edirəm. Hamınızı səmimi qəlbdən, necə deyim, sözlərimi də ifadə edə bilmirəm. Nə deyim bu qələbə ilə bağlı? Bilmirəm nə deyim. Doğrudan da. Möhtəşəm qələbə, super qələbə. Mən keçən verilişlərdə də demişdim ki, Barcelona məni yaşımdan daha çox görsədir. Barcelonaya görə çox stres yaşamışam. Amma bugünkü günə qədər bu stres negativ bir şəkildə olub. Hal-hazırda isə pozitiv bir şəkildədir. Bugünkü günümüzdə komanda bizə doğrudan da pozitiv şəkildə stres yaşadır. Nə məğlub olmağı bacarır, nə qələbə qazanmağı belə bacarır. Çox qəribə bir paradoks yaradıblar. Bilmək olmur nələr baş verir dostlar. Mən sadəcə olaraq şokdayım. Mən sadəcə olaraq bilmirəm nə danışım. Doğrudan da bu oyuna baxanlar, əsl Barsa azarkeşləri mənim nə demək istədiyimi, düzün desəm nə deyə bilmədiyimi anlayırlar. Çünki söz tapa bilmirəm. Doğrudan da yəni 3 sözü dal-dala qoşub izah eləyə bilmirəm. Necə bunu izah eləyim? Amma çalışacağam izah eləyim, çalışacağam sizlə öz fikirlərimi bölüşüm. La Liga'nın 28-ci turunda bizi çətin Madrid səfəri gözləyirdi. Atletico Madridə qarşı çətin bir oyunumuz vardı. Və nəzərə alsaq ki, komanda son 2 oyununda, Atletico Madridə qarşı son 2 oyununda bir o qədər də yaxşı nəticələr əldə etməmişdi. Və nəzərə alsaq ki, hər iki oyun Barcelona'da olmuşdu. Bir oyun La Liga, digər oyun isə İspaniya Kubokunun oyunu idi. Bir oyunda biz məğlub olduq. Sorlotun sonuncu dəqiqədə vurduğu qolla 1-2 hesabı ilə. Digər Kubok oyununda isə yenə də Sorlotun son dəqiqələrdə vurduğu qol ilə 4-4'lük HSS-yə razılaşdıq. Çətin rəqib oldu bu il bizə Atletico, amma bu oyunda biz öz sözümüzü dedik, öz gücümüzü göstərdik, öz əzmimizi göstərdik. Möhtəşəm remontada oldu. Möhtəşəm remontada. Sözüm yoxdur. Və bu qələbə La Liga titulu üçün çox önəmli bir qələbə idi. Vacib bir qələbə idi. Bu qələbə olmalıydı. Mütləq qələbə qazanmalıydıq. Və mən belə bir nüans əlavə eləyim. Bu oyunda əgər Barsa qələbə qazana bilməsəydi, oyun bərabərliklə bitsəydi, avtomatik olaraq Atletico Madrid La Liga'da La Liga çempionluğu üçün mübarizəyə qoşulacaqdı. Amma hal-hazırda demək olar mübarizədən uzaqlaşdı və Real Madriddən və Barcelona'dan hal-hazırda geri qalır. Və mənə elə gəlir ki, sona qədər, son tura qədər Barcelona və Real Madrid arasında bu mübarizə davam edəcək. Və Atletico Madrid gələcək turlarda növbəti xallarını itirəcək. Bu mənə belə gəlir. Bilmirəm, indi siz nə bu haqda düşünürsünüz? Öz fikirlərinizi şərhlərdə bildirə bilərsiniz. Sizcə bu il La Liga'nın çempionu kim olacaq? Kim daha çox qələbəyə layiqdir bu il, bu mövsüm? Və sair öz fikirlərinizi bildirə bilərsiniz. Mən sırf olaraq oyuncular haqqında danışmaq istəyirəm. Birinci hissədə Barcelona bir o qədər də pis oynamırdı. Demək olar oyuna tam olaraq nəzarət edirdi. Və oyunun tam əvvəllərində Lamine Yamal'ın möhtəşəm epizodu oldu. Və o epizoddan sonra biraz Barsa sakitləşdi elə bil və Atletico özünə gəlməyə başladı. Və oyunun sonlarında, birinci hissənin sonlarında əlimizə ikinci möhtəşəm bir şans düşdü Lewandowski ilə. Sağ olsun Lewandowski Vinicius'tan heç də geri qalmayaraq ayı nişan aldı yenidən. Bilmirəm bu nə zərbə idi. Və paradoks da ondadır ki, həmin zərbədən sonra Atletico Madrid oyuna başladı və Alvarez'dən getdi hesabı açdı. Problem bundaydı. Yəni Lewandowski bəlkə həmin epizodu qola çevirsəydi, bəlkə biz bu gün burada bu qədər stres yaşamazdıq. Bizim üçün daha rahat olardı. Amma ikinci hissə başladı. İkinci hissədə
orta səviyyəli hər iki komanda hücumlar eləyirdi. Bir o qədər də Barsa aktiv deyildi. Bəli, topa sahib olma üzrə bizim faiz dərəcəmiz daha yüksək idi, nəinki Atletico Madrid. Çünki bu artıq hamıya bəllidir ki, Atletico Madridin futbolu budur. İndi mən Atletico Madridin futbolunu pisləmək istəmirəm. Onları mən aşağılamaq istəmirəm ki, yəni futbolu, onların sistemi, onların taktikası futbola ləkədir. Bəli, bizə xoş deyil. Şəxsən mən bir futbol azarkeşi olaraq Barsa azarkeşliyini qoyuram bir qırağa. Futbol azarkeşi olaraq Atletico Madridin oyun stili mənə xoş deyil. Mənim doğrudan da komandam, azarkeşlik etdiyim komandam elə tipli futbol oynasa, mən utanaram. İnciməyin məndən Atletico Madrid azarkeşlər. Sadəcə olaraq utanaram. Bilmirəm niyə. Bir o qədər də ürək açan futbol stili deyil. Həm Atletico, Real Madridə qarşı oyunları olsun, həm Barselonaya qarşı, həm digər top klublara qarşı həmişə ikinci dərəcəli bir klub kimi oynayırlar. Və bu biraz normal deyil. Atletico Madrid açıq futbol oynasa bilir ki, heç nə eləyə bilməyəcək. Bazardıqları budur. Amma futbolun marağını öldürürlər. Nəysə, bu da onların bir sistemidir. Hörmətlə yanaşmalıyıq, dözməliyik, nə deyə bilərəm, belə. Və biz oyuna baxa-baxa hamımız deyirdik ki, Lewandowski artıq o deyil. Lewandowski əvəzlənməlidir və ümumiyyətlə nəinki əvəzlənməlidir, onun yerinə təzə hücumçu gəlməlidir. Yeni 9 nömrə alınmalıdır. Bəli, razıyam. Mən bu fikrimdən daşınmıram. Barselona yeni mövsüm üçün top səviyyəli, yüksək səviyyəli hücumçu lazımdır. Mütləq. Amma Lewandowski sağ olsun 60-cı dəqiqədən sonra bir dənə danq elədi belə, bilmirəm indi ona əmi şilləsi dəydi, Flick oradan iki kəlmə söz dedi, ona nə dedi? Lewandowski'nin özünə gəlməyə başladı. Və burada yenidən mən Flick'in əvəz etmələrindən danışmaq istəyirəm. Mən artıq bilmirəm bu neçənci oyundur ki, Flick'in əvəz etmələri yenə də öz bəhrəsini verir. Artıq neçənci oyundur. Benfica ilə oyunda belə oldu. Bu Atletico Madridlə oyunda belə oldu. Borussia Dortmundla oyunda biz qalib gəldik Ferran Torresin əvəz etməsi nəticəsində. Ferran Torres, bilmirəm indi bilirsiniz yoxsa yox, bilənlər bilir, bilməyənlərə də deyirəm. Ferran Torresin ləqəbi Sharkdır, akula. Yəni akulalar oyaqdılar, yatmayıb. Bu sırf olaraq ona aiddir. Ferran oyaqdır, Ferran yatmayıb. Mən bilmirəm bu adama nə deyim. Hal-hazırda mənə görə aktiv ən yaxşı oyunçudur. Ferran Torres aktiv ən yaxşı oyunçudur, amma bir nüans var, əlavə var. Əvəz etmədən oyuna daxil olanda. Əvəz etmə oyunçusu olaraq dünyanın ən yaxşı oyunçusudur. Dünyanın ən yaxşı jokeridir. Bu cəhətdən bəli, yəni səhv anlamayın. Bəzən Ferranın oyuna baxıram. Sadə klublarla, outsider klublara qarşı bu adam ayağında top saxlaya bilmir. Gəlir Atletico Madridə qarşı 10 dəqiqəyə dubl eləyir bu adam. Özdə necə qollar vurur. Valencia'ya qarşı hat-trick edir. Dubl edir. Amma gəlib Allahın Leganesinə bir qol vura bilmir. Bilmirəm, çox qəribə oyuncudur. Bilmirik indi biz bunu belə ürəkdən tərifləyə də bilmirik. Ürəkdən sevə də bilmirik. Ürəkdən söyə də bilmirik. Bilmirik, yəni neyniyək biz bu Ferranımızla. Bir dənə gözmuncuq Ferranımız var. Amma sağ olsun bizi bu oyunda xilas elədi. Birinci növbədə bizi xilas eləyən Flick oldu yenidən. Baş məşqçi rolu komandada çox böyükdür dostlar. Komanda üçün çox böyük rol oynayır. Və Flick bir daha göstərdi ki, o çox böyük bir məşqçidir. Və yenidən öz sehirli əvəz etmələri ilə bizə bunu sübut elədi. Möhtəşəm əvəz etmələri idi, möhtəşəm. Və mən belə deyim, mən öz şəxsi fikrimi bildirəcəm. Barcelona 2-0 geri düşəndən sonra nə qədər də mən Barsa azarkeşi olsam da, nə qədər də mən Barcelona'yı çox sevsəm də və nə qədər də komandaya inansam da, mənim ümidim itdi. Bilirəm ki, bəzilərinizdə belə oldu. Çünki komanda Atletico Madridə qarşı 2-0 hesabı ilə məğlub durumdadır və nəzərə alırıq ki, Atletico daha da sıx qapanacaq. Artıq Atletico hücumu fikirləşməyəcək və ancaq müdafiə sisteminə oturacaq və belə bir Atletico'ya 2 qol vurmaq çox çətin bir məsələdir və mənə özümə görə mən artıq ümidlərimi itirdim. Amma sağ olsun o ikinci qoldan sonra, Sorlot'un vurduğu qoldan sonra Barcelona moment, yəni
necə deyim, yerindəcə cavab verdi. Yerindəcə cavab verdi. Lewandowski'nin qolu ilə. Lewandowski'nin belə qolları olur. Adam 3 metrədən topu vurur kosmosa, amma cərimə meydançasının xətti üzərindən topu düzgüncə bilyard dəqiqliyi ilə vura bilir. Buna da sözüm yoxdur mənim. Bilmirəm nə deyim. Doğrudan da no comment, bilmirəm nə şərh verim mən bu epizodlara. Adam 2 metrdən topu vura bilmir. Ya turbinin sifətinə vurur topu, ya aya göndərir topu. Amma 18 metrədən topu bilyard dəqiqliyi ilə düzgüncə göndərir. Bu özü bir professionallıqdır. Mən onu Lewandowski'ni pisləmək istəmirəm. Lewandowski möhtəşəm bir hücumçudur. Və onun yaşını mən nəzərə alaraq mən onu tənqid etməyəcəm. Amma belə çətin epizodları qola çevirən adam o elə sadə epizodları belə həll eləməlidir. Sadəcə olaraq bundan asan da olmamalıdır. Yəni mən başqa variant görmürəm. Yenidən mən Barcelona azarkeşlərini təbrik edirəm bu oyun münasibəti ilə. Bu oyun haqqında danışılası çox şeylər var dostlar. Sadəcə olaraq mən danışa bilmirəm. Çünki emosiyalarım, hisslərim buna imkan vermir. Siz gecə mənim nələr yaşadığımı görsəydiniz, bəlkə də indi deyərdiniz ki, Fuad danışmaq asandır, nə bilim, o danışası çox şey var. Doğrudan dünən mən evi dağıdırdım bəlkə çox vızlı elə olub. Biz məsələn Barcelona'nın Instagramda fan klubu var, Azərbaycandakı fan klubu. FCB Azəfan. Oranın admini var, Novruz. Biz o ilə danışırdıq, oyuna baxa-baxa bir-birimizə təsəllilər verirdik. Demək olar Barça fanlar, Azərbaycanda olan Barcelona fanlarının 60-70% onun səhifəsini izləyir. Barcelona aid olan məlumatları onun səhifəsindən əldə edirlər. Buna görə ona sırf təşəkkürümü bildirirəm. Bizi hər zaman belə xəbərlərlə məlumatlandırır. Biz də Barcelona haqqında daha çox məlumatları bilirik. Biz yəni həyəcandan dəli olmuşduq dünən axşam. Bilmirdik nə deyək. Bilmirdik özümüzü necə aparaq. Lamine Yamaldan danışmaq, dastan yazmaq olar adamla. Bilmirəm nə danışım mən o adamla. Adamın 17 yaşı var, elədiyi işlər sadəcə olaraq inanılmazdır. Adam bilmir nə desin bu adam, bu insana. Bilmir bu insanda yoxsa yox. Dayanmır, müdafiəyə kömək eləyir. Rafinha, Yamal, bu oyuncular hal-hazırda bəli, bir nömrəli qızıl topa namizəd olan oyunculardır. Bir nömrəli namizəd olan oyunculardır dostlar. Sırf olaraq hücumda gördükləri işlərə görə yox, müdafiəyə gəlib kömək elədiklərinə görə belə. İndi mən bura Real Madrid haqqında qısa əlavə eləmək istəyirəm. Niyə Real Madrid bəzən uğursuz oyunlar keçirir? İnciməyin məndən Real azarkeşlər, amma mən düzün deyəcəm. Real Madridin hücum xəttinin o egosu onlara imkan vermir ki, gəlib arxada müdafiəyə kömək eləsinlər, yarım müdafiəyə kömək eləsinlər. O ego onlara imkan vermir. Pressing yox. Onlardan hücum xəttindən top aşır, rəqibin yarım müdafiə xəttindədir. Onları sıxmaq yox, üstlərinə getmək yox, sona qədər mübarizə aparmaq yox. Məqsəd birdir, mənə top ver, mən qol vurum. Bəli, sənin işinin adı qol vurmaqdır, okey. Amma yəni sən komandanı düşünürsənsə, ən azından can yandırıb tər axıtmalısan ki, komanda qol da buraxmasın. Demirəm ki, yəni Raul Asensio'nun, nə bilim, Rudiger'in yanında oynamağa ehtiyac yoxdur. Amma ən azından komandaya kömək olmalısan. Bu qədər sadə. Və bu işləri görürük biz Yamalda, Rafinha'da və yaxud digər Barcelona'da görürük ki, bu komanda artıq əzmi var bu komandanın. Bu komandanın artıq gözündə alov var və komanda bilir ki, biz hər bir çətin situasiyadan çıxa bilərik. Çünki biz bir komandayıq. Mən doğrudan da son illər ərzində belə güclü bir komanda görməmişdim. Bildiyiniz komanda görməmişdim. Ailə görməmişdim. Doğrudan da möhtəşəm işlər gördü Flick. Bir daha təşəkkür edirik Flickə. Belə dostlar, bu oyun haqqında isə danışılası çox şeylər var. Mən çox şey danışaram. Sadəcə olaraq bəzi digər bir məlumatlar var. Maraqlı bir hadisələr baş verib İspaniya futbolunda. Mən onlara danışmaq istəyirəm sizə. İlk öncə, amma belə bir qısa əlavə eləmək istəyirəm. Gördüyünüz kimi bu gün mən sevimli komandamızın şərfini orada yox, sırf olaraq öz üzərimdə qoymuşam. Yəni
belə aksesuar kimi. Şərhlərdə bəziləri rəyləri yazırlar. Mən baxıram sadəcə olaraq tüklərim biz-biz olur. Fikirləşirəm ki, yəni bu insanlar hansı ağacdan oksigen əldə eləyirlər? Gedək o ağacın kökünü kəsək ki, onlara oksigen getməsin beyninə. Keçən verilişimizdə biz bu şərfləri qoymuşduq bura. Real Madridin şərfi Barsanın şərfindən daha yuxarıdaydı da, loqosu daha yuxarıdaydı. Sadəcə olaraq belə bir bu deməyim belə təsadüfmü deyim, yoxsa sadəcə mən ona fikir verməmişdim. Mənim üçün fərqi yox idi. Yəni ki, bu bundan üstündür deyərək bir şey yox idi. Rəylərdə elə mən sözlər, cümlələr gördüm ki, yəni mənim tüklərim biz-biz oldu ki, bu nə deməkdir? Sən Barsanın şərfini niyə aşağı qoyursan? Sən Realı Barsadan üstün tutursan bəyəm. Sən necə Barsa azarkeşsən ki, Realın loqosunu Barsadan yuxarı görürsən? Ya mən baxıram dedim no comment. Dedim okey, yaxşı, sizin xətrinizə bu gündən sonra yəni Barsanın loqosunu özümə yaxın eləyəcəm. Belə də variantı yoxdur, nə deyim. Okey. Və ikinci bir nüansı əlavə eləmək istəyirəm dostlar. Real Madrid azarkeşlərinə və Barcelona azarkeşlərinə səslənirəm. Hər iki cəbhəyə səslənirəm. Dostlar, Azərbaycan leksikonuna belə bir söz var. Bu bizim söz deyil, bu alınma sözdür. Jargon deyək də buna. Abijnik. Abijnik sözünü bilirsiniz də hər halda nə deməkdir. Çox adam bunu bilir. Özdə bildirmək istəyirəm ki, abijnik sözü A ilə yazılmır, O ilə yazılır. Obijnik. Amma abijnik oxunur. Yəni abijatsa, ruslar buna belə deyirlər. Küsmək. Nəysə, sözüm burada deyil. Mən rus dili dərsi keçmək istəmirəm sizə. Dostlar, mən Barsa azarkeşiyəm və La Ligada Real Madridin xal itirməsini istəyirəm. Və mən əgər Real Madrid hansısa bir klubla oynayırsa və orada xal itirməsini istəyirəmsə, mən Real Madridin abijnika sayılıram, yoxsa sadəcə olaraq mən istəyirəm ki, mənim komandam çempion olsun. Və yaxud tam əksi. Real Madrid azarkeşi oturub Barcelonanın oyununa baxır və Real Barsanın xal itirməsini istəyir. Bu Barcelonanın abijnika sayılır, yoxsa necə? Əlbəttə bu normal bir haldır. Əlbəttə ki, Barcelona azarkeşi istəyəcək ki, Real Madrid xal itirsin. Və əlbəttə ki, Real Madrid azarkeşi istəyəcək ki, Barcelona xal itirsin. Bu normal bir haldır dostlar. Burada qeyri-adi heç bir şey yoxdur. Və burada bir-birimizə və yaxud azarkeşlər orada deyirlər, sən Barsadan abijni qalmısan, Barsadan küsmüsən, Barsadan yanıqlı qalmısan. Bu nə rəylərdir, bu nə düşüncə tərzidir. Mən nə etməliyəm? Oturub Real Madriddə azarkeşlik eləməliyəm ki, Real Madrid utsun, qalib gəlsin. Və yaxud Real Madrid azarkeşi oturub Barsaya azarkeşlik eləməli idi dünən. Əlbəttə o Atletico Madridə azarkeşlik eləyəcəkdi. Atletico Madrid azarkeşlik eləməyəcəkdi. O nəticəyə azarkeşlik eləyəcəkdi ki, Barsa xal itirsin. Məqsəd budur dostlar. Burada pis bir şey yoxdur. Hər iki cəbhəyə aiddir bu. Həm Barsaya, həm Reala. Burada belə uşaq-uşaq şərhlər yazmayın bir-birinizə. Ümumiyyətlə, yəni mənim səhifəmdən söhbət getmir. Ümumən mən baxıram bu futbol səhifələrində və yaxud digər platformalarda olan səhifələrdə, təkcə Instagram olmasın, TikTok olmasın, başqa yerlər olsun. Yəni belə uşaq-uşaq şeylərlə biz futboldan həzz almaq əvəzinə boş-boşuna vaxtımızı itiririk və gülünc şeylərlə məşğuluq. Biz bu iki top klubdan, iki tarixli klubdan, iki köklü klubdan, əfsanəvi, ikon klublardan həzz almaq əvəzinə başımızı belə boş-boş şeylərlə yoruruq. Siz bilirsiniz ki, yəni Barsa həm Real azarkeşir. Siz dünya tarixinin ən güclü iki klubunun azarkeşisiniz. Siz bunu dərk eləməlisiniz, dostlar. Və biz bununla fəxr eləməliyik, bir-birimizi qırmalı deyilik. Bu qədər sadə. Belə dostlar, digər bir xəbərlərlə sizi tanış eləmək istəyirəm. Maraqlı xəbərlər var. Nədir xəbərlər? Bir xəbər odur ki, Manchester United bu yay, üzümüzə gələn yay Rafinha üçün Barcelona'ya 70 milyon avro təklif eləmək istəyir. Transfer etmək istəyirlər Rafinha'nı. Okey, başa düşdüm. İndi bu dəqiqə Rafinha'nı transfer etmək istəyən klubların sayı çoxdur. Manchester City olsun, Chelsea olsun, Manchester United olsun, Ərəbistanın hansısa klubları olsun. Say dəhşət dərəcədə çoxdur. Çünki Rafinha bu il möhtəşəmdir və əlbəttə ki, onu transfer eləmək istəyəcəklər. Sadəcə olaraq mən United'a bildirmək istəyirəm ki, bilmirəm, United'ın azarkeşləri var burada, yoxsa yoxdur. Ümumiyyətlə, yəni mən belə bir ironiyadır bu, nədir? Yəni 1 aprel tarixinə hələ 2 həftə var. Yəni məncə bu çox uğursuz bir zarafatdır United rəhbərliyi tərəfindən. Rafinha üçün 70 milyon avro. Yəni bu hər halda bir zarafatdır.
Anthony kimi oyuncuya 100 milyon verən Manchester United Rafinha'ya görə Barcelona'ya 70 milyon avro təklif edir. Yəni sizdə hər şey normaldır, yoxsa bu bir zarafatdır? Yəni əgər bu zarafatdırsa gülməli zarafat deyil. Amma əgər bu ciddidirsə, bu heç gülməli deyil. Yəni hal-hazırda Rafinha'nın minimal bazar dəyəri, satış qiyməti ən azı 120-130 milyon avrodur. Bu qədər sadə. Yəni Barsa onu 120-130 milyona aşağı satsa, satılmasını əlbəttə ki istəmirəm, amma əgər satsalar, ən azı bu qiymətə, başqa qiymət ola bilməz dostlar. Bu qədər sadə. Yəni 70 milyon sadəcə olaraq gülünc bir rəqəmdir. Amma Rafinha qalmalıdır. Rafinha bizim ürəyimizdir. İkinci möhtəşəm bir xəbər. Bu xəbər Real Madrid azarkeşlərinin bəzilərini qıcıqlandıra bilər. İndidən mən bunu sizə xəbərdarlıq edirəm. Bu xəbər sırf olaraq Ancelotti'nin mətbuat konfransında verdiyi açıqlama ilə bağlıdır. Bildiyiniz kimi Carlo Ancelotti, ola bilər bəziləriniz bilmirsiniz, sizə müsahibənin qısa bir şərhini aparım, analizin. Ancelotti Villarreal ilə oyundan sonra yeri gəlmişkən Real Madrid Villarreal üzərində 2-1 hesabı qalib gəldi və La Ligada mübarizəni, çempionluq uğruna mübarizəni hələ də davam elətdirir Barcelona ilə. Bu qələbə münasibətinə Real azarkeşlərini təbrik edirəm. Bəli, oyundan sonra Ancelotti müsahibə verdi. Müsahibədə bildirdi ki, 72 saat ərzində 2 oyun oynamaq sadəcə olaraq biabırçılıqdır. Biz 3-cü gün Atletico Madridə qarşı oynamışıq, 6-cı gün isə Villarreal'la La Liga oyununa çıxmışıq. Bu sadəcə olaraq biabırçılıqdır. Başa düşmədim. Ancelotti yatıb indi oyanıb bəyəm. Bu günə kimi hansı komanda belə sıx qrafikdə oynamayıb ki? Bu nə gülünc belə bəhanələrmi deyim, özündən fikri yayındırmaqmı deyim, komandanın hal-hazırki yaxşı nəticələrinə, pis nəticələrinə haqq qazandırmaqmı deyim. Bu 72 saatda 2 oyun oynamaq bəyəm təkcə sizdə olub bu mövsüm. Barcelona'da belə bir şey olmuyor. Bəs Barcelona'da belə şey olanda niyə danışmırdınız? Barcelona niyə danışmırdı? Bəli, mən bilirəm, mən razıyam Ancelotti'nin fikri ilə. Tam razıyam. Ancelotti düz fikir bildirir. Bəli, 72 saatdan bir oyun olmaz. Amma Ancelotti fikir bildirib ki, əgər bir də belə bir hal təkrarlansa, biz özümüzü tam başqa cür aparacağıq və sərt olacağıq. Sərt olub nə etmək istəyirsiniz ki, başa düşə bilmirəm mən sizi. Nə edəcəksiniz? Oyunlara çıxmayacaqsınız, yoxsa nə olacaq, başa düşmürəm. Yəni bu təkcə sizin başınıza gəlmir də, bizim də başımıza gəlir. Və gələcək də bizim başımıza növbəti 2 həftədən sonra, milli fasilələrdən sonra bizim başımıza gələcək dostlar. Əgər xəbəriniz varsa, yoxsa indi qulaq asın. Bizim başımıza gələcək bu. Milli fasilələrdən sonra Barcelona'nın Osasuna ilə təxirə salınan oyunu oynanılacaq. Bu oyun isə ayın 27-sindən 28-nə keçən gecədir. Və 27-dən 28-ə keçən gecə oynanılan bu oyundan 2 gün sonra ayın 30-u Barcelona öz evində Girona'nı qəbul edəcək. Bu bəyəm 72 saat deyil. Onda biz neyniyik? Oyunlara çıxmayaq onda. Və əlavə bir nüansda deyim ki, Rafinha Braziliya millisinin heyətinə ayın 26-sı qayıdacaq Barcelona'nın düşərgəsinə. 26-sı qayıdıb bir gündən sonra oyuna çıxmalıdır bu adam. Bu sizcə biabırçılıq deyil. Bu sizcə düzgün bir şey deyil. Onda biz də deyək ki, sərt reaksiyamız olacaq bizim. Belə hadisələr haqqında Barsa danışanda boş verin də danışırlar. Amma Real Madrid belə şeylər haqqında danışanda, Real Madrid belə fikirlər bildirəndə bütün İspaniya futbolu ayağa qalxır, dünya futbolu ayağa qalxır. Ay Allah, Real Madriddə dünyanın ədalətsizliyi olub. Bu bir ay əvvəl bizə də olub da. Bir ay əvvəl yox, 4 ay əvvəl bizə qarşı olub. Hətta çox. 4 ay yox, 5 ay, oktyabr ayında olub. Yadınızdadırsa. Və buna mənim sizin sübutum var. İndi göstərəcəm sizə nəyi demək istəyirəm. 72 saat söhbət eləyirlər.
72 saatın indi mən sübutunu göstərəcəm sizə ki, 72 saat ərzində futbol oynayıb necə gözəl nəticə ilə çıxmaq olar. Tarixlərə baxın zəhmət olmasa. Baxın tarixlərə dostlar. Və gördüyünüz kimi 23 oktyabrda biz Bayerə qarşı oynamışıq, qalib gəlmişik. 3 gündən sonra isə Real Madridə qarşı El Clasico'da qalib gəlmişik. Eynən Ancelotti'nin dediyi 72 saat söhbətidir. Onda biz neyniyək? Neyniyək onda biz? Futbol oynamayaq onda dostlar. Mən başa düşürəm, Ancelotti hardasa düz deyir. Mən onun tam fikri ilə razıyam. Tam olaraq razıyam. Amma belə bir katastrofik, astronomik bir xaos yaratmağa ehtiyac yoxdur. Bu hamının başına gəlir. Bu Liverpool'un da başına gəlir. Bu Manchester United'in də başına gəlir. Yox, onların başına gəlmir. Onlar tez-tez oynamırlar. Nəysə, ona görə üzr istəyirəm. Bavariyanın da başına gəlir. Barcelona'nın da başına gəlir. Bütün top klubların başına gəlir. Əgər sən bütün titulları uğrunda mübarizə aparırsansa, bu sıx qrafikdə oynamalısan. Hamı bunu oynayır. Təkcə siz oynamırsınız ki, biz də oynayırıq da bunu. Ya sadəcə olaraq belə bir hal yaratmaq, yəni elə bir ki, bunlara qarşı ayrı seçkilik var. Bu düzgün deyil də. Yəni bu kör gör. Hamı bunu görür. Kimə necə burada rəftar olunur? Sizə olunan rəftar bizə də olunur. Onda biz də əsası ilə oyuna çıxmayaq. Deyək ki, bizim oyunçumuz gəlir, bir gün sonra oyun keçirilir. La Liga deyir, mənim vecimə deyil, oynayın oyunumuzu. 3 gündən sonra da o biri oyuna çıxırlar. 3 gün yox, 2 gündən sonra 72 saat düşür. 72 saatdan da az eləyir. Onda neyniyək? Biz o futbol oynamayaq. Bu qədər dostlar. Yəni danışılası mövzularımız var. İnşallah növbəti çıxışlarımızda Çempionlar Liqası haqqında danışmaq istəyirəm. Ümumiyyətlə bütün komandaların perspektivləri haqqında. Bəzi qonaqlarımız var. Onları dəvət etmək istəyirik verilişimizə daha maraqlı olması üçün. Sorğu suallar eləmək istəyirik. Başqa rubrikalar yaratmaq istəyirik. Və bildiyiniz kimi indi klub futbolu müvəqqəti olaraq dayanır. Bizim qara günlərimiz başlayır. 2 həftə olaraq, 2 həftə milli fasilə olacaq. Milli aralara görə klub futbolu dayanır. Millilərin oyununa baxacağıq və ümid edirik ki, heç bir klubun Real Madrid olsun, Barcelona olsun və ya digər top klublar, top olmayan klublar, heç bir klubun futbolçuları zədələnməsin bu arada. Bildiyiniz kimi milli arada çox futbolçular zədələnir. Ümid edirik ki, heç kim zədələnməz, hamısı sağlam gedib sağlam qayıdarlar və artıq aprel ayından sağlam rəqabətə yenidən davam eləyərik. Və artıq aprel ayı çox suallara cavab verəcək. Aprel ayında məncə La Liqanın çempionu da az da olsa bəlli olacaq. Kim daha yaxındır çempionluğa. Çempionlar Liqasında biz artıq biləcəyik yarım finalda kimlər olacaq. Və möhtəşəm oyunlar gözləyir bizi. İzləmədə qalın dostlar. Kanala abunə olmağı unutmayın. O zınqırovu basmağı unutmayın. Əsas o zınqırovdur. Çünki mən nəsə paylaşanda sizə bildiriş gəlsin. Və bizi digər sosial şəbəkələrdən izləməyi də unutmayın. Əsas odur. Instagram, TikTok. Hamısının linkləri paylaşılacaq aşağıda, açıqlamada, videonun açıqlama bölməsində. Keçid edib abunə ola bilərsiniz. Hamınıza təşəkkür edirəm. Vissa Barça, Vissa Kataloniya.